Yenicə ata olan müğənni Talib Talih ilk dəfə qızından danışıb. İfaçı İncə Səhərə müsahibəsində övladına mərhum anasının adını qoyduğunu açıqlayıb. Gizli saxlamaq, sevincimi ailəmlə yaşamaq istədim. Bir həftə 10 gün idi keçmişdi. Dedim, nə əcəb xəbər yoxdur. Sonra qohumlarından birinin paylaşımı ilə məlumat bütün mediada yayıldı. Bu yaşda ata olmaq qəribədir. Bəlkə də 20'li yaşlarda ata olsaydım daha fərqli təsir bağışlayardı. Dostlarımdan artıq baba olanlar da var. Amma mən bu yaşda ata oluram. Gözəl hissdir. Allah bütün olmayanlara qismət eləsin. Hələ evlənməzdən əvvəl də demişdim ki, anamın adını qoyacağam. Anam dünyasını tez dəyişdi. Sağalmaz xəstəlikdən əziyyət çəkirdi. Yeganə təsəllim o olmuşdu ki, adını yaşatmaq üçün Allah mənə bir övlad qismət etsin. Anamın adını övladıma qoydum. Zərifə. Qeyd edək ki, Talib ötən il Bahar adlı xanımla evlənib.